Deməli, başlayaq ikinci bölmə. Düz xəttin tənliyi və düz xətlərin qarşılıqlı vəziyyətindən. Birinci suala baxıram. AX plus BY bərabər AB düz xətti OX oxu müsbət istiqamətlə 60 dərəcə bucaq əmrə getsə A bölü B nisbətini tapın. Biz bilirik ki, OX oxu müsbət istiqamətlə əmrə getdiyi bucaq K-mıza bərabərdir. K da bərabərdir tan 60-a, yəni 60 dərəcə olmalı kökücə. İndi yazaq. Deməli, nədir? Deyir ki, AX plus BY bərabərdir AB'dir. Buradan BY'yi tapsam, BY bərabərdir AB, AB. Çıxılsın AX-a. AB çıx AX-a. Buradan YY tapsam, mənfi A bölü BX. Üstə gəlsin A-ya. Deməli, bizim K-mız bərabər oldu mənfi A bölü B-yə. Aha, K da nəyə bərabərdir? Kök 3-ə. Oradan da A bölü B bərabərdir mənfi kök 3-ə. Yəni E bəndi. Keçirəm 3-cü suala. İkinci eynidir. Eyni tip sualları keçirəm. 3-cü sual. Düz xəttin bucaq əmsalını tapın. Düz xəttin bucaq əmsalını tapanda yenə yazıram ki, 3y bərabərdir 7 minus 4x-a. Y də bərabərdir 3-də 7 çıxılsın 3-də 4x-a. Düz xəttin bucaq əmsalıdır, x-in əmsalıdır. Yəni K-mız bərabərdir mənfi 4 bölü 3-ə. Bu da E bəndi. Keçirəm 5-ci suala. 5-ci sualda nədir? Deyir ki, koordinat müstəvisində B nöqtəsindən keçən düz xəttin tənliyi hansıdır? Deməli, burada baxsaq ki, xəttimiz x oxunu kəsib y oxuna paralel olan düz xətdir. Y oxuna paralel olan düz xətt x bərabərdir A düz xəttidir. Burada da x-in koordinatına baxsaq, mənfi 1-dir. Deməli, x bərabərdir mənfi 1 düz xətdir. C variantı. 7-ci suala baxın. Deyir 8 mənfi halda cütü AX plus 4y plus tənliyin həlli olarsa. Tənliyin həlli nə deməkdir? Gətirib yerinə qoyanda tənliyi ödəməlidir. X-i yerine 8 qoysam, 8A çıx 4 vur 6 bərabərdir 32. Buradan da 8A bərabər 32-nin üstə 24 gəldi 56-ya, A bərabərdir 7-yə. C variantı. Deməli, 9-cu suala baxıram. Deyir ki, düz xətləri, A-nın hansı qiymət düz xətləri paraleldir. Paralel olması üçün biz bilirik K-ları bərabər, B-ləri fərqli olmalıdır. Buradan birinci tənliyi yazıram. Y bərabərdir 5-ə bölsəm, daha doğrusu 5 bərabər 8 çıx 2x-a. X də bərabərdir mənfi 5-də 2 x, mənfi 5-də 2x plus 8 bölü 5. İndi ikincisini yazıram. Deməli, AY bərabərdir, AY bərabərdir 5 çıxılsın 3x-a, 5 çıx 3x-a. Buradan da Y bərabərdir mənfi 3 bölü AX plus 5 bölü A. 5 bölü A. Deməli, paralel olması üçün dedik ki, K-lar bir-birinə bərabər olmalıdır. Mənfi 5-də olacaq ki, mənfi 5-də 2 bərabərdir mənfi A-da 3-ə. Buradan da A bərabər 7, onda 5. Yəni B variantı. 9-cu sual. Keçirəm 11-ci sual tiplərini. Deyir ki, 10-cu sualda düz xəttin ordinat oxu ilə kəsmə nöqtəsinin koordinatını tapın. Ordinat oxu ilə kəsmə nöqtəsinin koordinatını tapanda ordinat oxu ilə kəsənin onun x-i 0 olur. Deməli, x-i 0 deyirik. X-i 0 deyəndən sonra 0 çıx y plus 4 bərabər 0-a. Y də bərabər 4-ə. Deməli, koordinatlar nə oldu? 0, 4. Apsis oxu ilə kəsişəndə də y 0 olur. 12-13 tipli suala baxıram. Deyir, 12-ci sual deyir ki, A-nın hansı qiymətində? Bu qrafiki ordinat oxunu kəsmir. Ordinat oxunu kəsmir nə deməkdir? Ordinat oxuna paralel olmalıdır. Yəni, y oxuna paralel olmalıdır. Y oxuna paraleldirsə, deməli, ya x oxun sağındadır, ya y oxun ya sağında, ya sondadır. Ordinat oxuna paraleldirsə, deməli, həmin nöqtənin ordinatı olmamalıdır. Ordinatın olmaması üçün də gərək A 0 olar ki, burada ordinat olmayaq. Ordinat oxu, yəni y 0-a çevrilir. İndi 13-cü suala baxın. Deyir, düz xətlərin kəsişmə nöqtəsi OX oxu üzərində olar. Kəsişmə nöqtəsi OX oxu üzərində nə deməkdir? Deməli, OX oxu üzərində isə birinci kəsişmə nöqtəsini tapanda y-ləri bərabərləşdirir. İndi bunun y-lərini tapaq hər ikisini. 4my bərabərdir 6 çıxılsın 2 minus mx-a. Buradan da y bərabərdir 6 çıxılsın 2 çıx mx bölünsün 4-ə. Bu birinci. İkincinin y-ni tapsam, deməli, y bərabər olacaq 3mx çıx 2 bölünsün 4m çıx 1-ə. Bunları bərabərləşdirəndən sonra deyir ki, kəsişmə nöqtəsi OX oxu üzərində olar. OX oxu üzərində olarsa, deməli, OX oxu üzərində olarsa.
Deməli, bunların y-ləri 0 olacaq. Düz xətlərin kəsişmə nöqtəsi, baxın, iki düz xəttin kəsişmə nöqtəsi OX ox üzərində kəsişirsə, bu kəsişdiyi nöqtələrin y-i 0, x-i var. X0. Gəlin bunu əslində belə yazmamışdan qabaq. Deməli, kəsişmə nöqtəsinin dedik koordinatları olur x0. X ox üzərindəsə. Onda hər ikisini x0 yerinə qoyuram. 2 çıx m, 2 çıx mx. Üstə gəl, 0 qoysaq y-in yerinə 4m vur 0, çıx 6 bərabər 0. Buradan da 2 çıx m, x bərabər də 6-ya. Bu 1. İkinci. Yenə x0 qoysam 3mx. 0-ı qoyanda bu 0-a çevirdiyə bərabərdir, -2 olur. Burada da x-lar tapıb bərabərləşdirir. Çünki kəsişmə nöqtəsinin x-i və y-i bərabər olur. X-i tapsam olur 6 bölünsün 2 çıx m. Buradan x-i tapsam -2 bölünsün 3'e. Bunları da bərabərləşdirsəm 6 bölü 2 çıx m bərabərdir -2 bölü 3'e. Çarpaz şəklində vursam 18 m bərabərdir -4 bölü 2'ye. Burada da 10 6m bərabərdir -4'e. M də bərabərdir -4'də 1. -0,125. 13'də də olacaq. C variantı. 14-15-ci sual. Düz xətti və koordinat oxlarının əmələ gətirmiş bucağın perimetrini tapın. Koordinat oxları ilə əmələ gətirmiş bucağın perimetrini tapmaq üçün çəkək burada. Deməli, birinci x oxu ilə əmələ gətirmiş tapmaq üçün x-i y-i 0 eləyərəm. 2x çıx 12 bərabər 0. X oldu 6. Bura 6. Sonra digər tərəfdən y oxun kəsdiyi nöqtəni tapmaq üçün x-in yerinə 0 qoysam, -3y çıx 12 bərabər 0-a, y bərabərdir -4. Koordinat olaraq -4-dür, məsafə olaraq 4-dür. Yəni, əslində bu ikinci rübd olmalıydı. Şəkil. Yəni, düzgün çəkək şəkli. Deməli, x-in koordinatı oldu 6, x-i 6, x-i 6, y-i -4. Əmələ gətirdiyi sahəni istəyir. Yəni, bu düz bucaqlı üçbucağın sahəsini istəyir. Bura məsafə olaraq 6, bura 4. Sahədə 2-də 1, 4 vur 6 olacaq 12. Həmən sahəni tapmışam. Özümə sərf eləyəni yazıram. Deməli, burada perimetr istəyir. 4, 6, 36 üstə 16 gələndə kök atda deməli, olacaq 52. Bu da nə deməkdir? 2 kök 13 deməkdir. Düz onda perimetrdə olacaq 4, 6, 2 kök 13. Bu deyir 10 plus 2 kök 13. Yaxşı. 16-cı suala baxıram. Deməli, 16-cı sualdakı hansı şərt ödəndikdə ax plus by plus c bərabər 0 düz xətti ox oxuna paraleldir. Düz xəttin ox oxuna paralel olması üçün, ya x oxundan üstə, ya aşağıda, yəni ya yuxarısında, ya da aşağısına yerləşməlidir. Yəni, ox oxuna paralel düz xətt y bərabərdə a şəklindədir və yaxud da y bərabərdə b şəklindədir, bu şəkildədir. Və yaxud da y bərabərdə -a şəklində. İndi baxaq, burada deməli x olmamalıdır. X-in olmaması üçün bizim a-mız 0 olacaq. A olacaq 0. Elə buradan da olsa cavab çıxdı, amma yenə də baxaq. A 0. A 0 olsa qalır b y plus c bərabərdir 0 şəklində. Buradan da y tapsaq -c böl b. Bu ödənir. Burada b 0 ola bilməz, məxrəzdədir deyə. B 0 ola bilməz. Amma c 0 olsa y bərabər 0 olur. Y bərabər 0 onda belə bir düz xətt olmur. Yəni nöqtə olur axı. Həm x-i, həm y-i 0. Deməli, onda c də 0-dan fərqli olmalıdır, b də 0-dan fərqli olmalıdır və a 0 olmalıdır. Bu da b variantıdır. Keçirim 18-ci suala. 18-ci sual deyir ki, hansı şərt daxilində, ödəndikdə bu nöqtəsi koordinat başlanğıcından keçmir. Koordinat başlanğıcından keçmirsə, indi buradan y-i tapsam, by bərabərdir -c çıx ax-a. Y də bərabərdir -a böl bx çıx c böl b. Bu şəkildə yazaq. Deməli, koordinat başlanğıcından keçəndə y bərabərdir kx şəklindədir. Düzdür?
Yəni B'si 0 olur. Bu ikinci, bu 0 olmamalıdır. Bu 0 olmamalı ki, bu koordinat başlanğıcdan keçməsin. Yəni mənfi C bölü B fərqli olmalıdır 0-dan. Bunun üçün nə olmalıdır? C fərqli olmalıdır 0-dan. B onsa 0-dan fərqlidir. Məxrəclər deyil, onsa B 0-dan fərqlidir. Deməli olacaq D variantı 18-də. 19-20-ci suallara baxaq. 19-cu sualda nə deyir bizə? Deyir ki, bu düz xətlə çevrənin toxunma nöqtəsini tapın. Toxunma nöqtəsini deyəndə əvəzləmə aparaq. Birinci əvəzləmə aparam. Y bərabərdir yazıram 2 minus x. Gətirib burada y-in yerinə 2 minus x yazıram. X minus 2-nin kvadratı üstə gəlsin 2 minus x plus 4-ün kvadratı bərabərdir 8. Buradan x-in kvadratı çıxılsın 4x plus 4 üstə gəlsin. Bu hissədə neçə oldu? Bu hissədə 6 minus x oldu. 6 minus x-in kvadratı olanda silək 6 minus x yazıq. 6 minus x. 6-nın kvadratı çıxılsın 12x plus x kvadratı bərabərdir 8-ə. Bu da bizə verir 2x kvadratın mənfi 4x mənfi 16x. 36 üstə gəldə 40, 40-dan da 8 çıxanda 32 bərabərdir 0-a. 2-yə də bölsək x kvadrat çıx 8x plus 16 bərabər 0. Bu da x minus 4-ün bağlı kvadratı 0-dır, x 4-dür. X 4-dürsə, gətirib onda yerinə yazsam, y də bərabərdir 2 minus 4 olacaq mənfi 2. Demək, kəsişmə nöqtəsinin koordinatı 2 4 mənfi 2. B variantına. İndi baxaq 20-ci suala. 20-ci sualda nə deyir? Deyir ki, bu nöqtədən keçən bu düz xəttə paralel olan. Bu düz xəttə paraleldirsə, bu düz xəttin tənliyini yazsam. Bu düz xəttə paralel olan düz xəttin tənliyi k-ları bərabər olur. 3x plus b şəklindədir. 3x plus b şəklində. İndi bizə deyir ki, A mənfi 1-2 nöqtəsindən keçir. Mənfi 2 nöqtəsindən keçsə, gətirib yerinə yazıram. 2 bərabərdir. 3 vurulsun mənfi 1 üstə gəl b-yə. Buradan da b-si olur 5. Deməli, bizim düz xətt tənliyi 3x plus 5 şəklindədir. C variantı. Keçək 21-22-ci tipli suala. 22-21 bucaq əmsalı mənfi 4-3 olan tənliyin bir şəkli necə yazılır? Deməli, baxsaq, burada hamısına bir-bir yoxlamaq lazımdır. Və yaxud da yaza bilərək ki. Deməli, və yaxud da belə yazaraq. Məsələn, 22-ni yazırım. Mənfi 4-3 y bərabərdir. Mənfi 4-3x plus b şəklində yazırım. Hər tərəfini 4-ə vursam, 4y bərabərdir. Mənfi 3x plus 4b. Burada 4y üstə gəlir. 3x çıx 4b bərabər 0 şəklində. Burada indi bu 4b sabiti də burada yerinə c yazılıb. 4y plus 3x çıx üstə gəlir c bərabər 0 bir şəkildə c kimi yazılır. Bu da hansı variantdır? E variantı. Yəni hamısını yerinə yazmamış da bu şəkildə də yazıb tapa bilərsiniz. 23-ə baxaq. 23-də deyir ki, nöqtələri m-in hansı qiymətində bu nöqtələr bir düz xəttin üzərindədir. Bir düz xətt üzərində olması üçün bunu deməli oxlarda qeyd eləsək, koordinat oxlarında. Koordinat oxlarında birinci gəlin bunu qeyd eləyək. Və yaxud da belə yazıram. Bir düz xətt üzərindədirsə, bir dənə düz xət çəkək, koordinat oxlarına qeyd eləmirəm. Deməli, B, M mənfi 6, mənfiyə görə daha solda olacaq. A 5, 3 və C 7, 5. Bu şəkildə. Bunu koordinat oxlarına qeyd eləyəndə B nöqtəsi A-dan, A nöqtəsi C-dən solda olduğu görsənir. Burada bir də qeyd eləmədim ki, vaxt getməsin. İndi baxın, bunlar bir düz xət üzərindədir. Və bizə bu tənliyini istəyir. Yox, M-in hansı qiymətini deyir bir düz xət üzərində. Onda belə yazaram. Deməli, belə bir qaydamız var. Məsəl üçün yazıram. x1, y1, x2, y2, x3, y3. Bunlar bir düz xət üzərində olması üçün x2 çıx x1-in, x3 çıx x2-yə nisbəti bərabər olmalıdır. y2 çıx y1-in, y3 çıx y2-yə nisbətinə. İndi biz eynisini burada tətbiq eləsəm, 5 çıx m-in, 5 çıx m-in, 7 çıx 5-ə nisbəti bərabərdir. 3 plus 6-nın, yəni 3 çıx mənfi 6, 3 plus 6 eləyir. 3 plus 6-nın 5 çıx 3-ə nisbətinə. Bu şəkildə. Buradan da 5 çıx m-in 2-yə bərabər 9-un 2-yə. Buradan da m olacaq mənfi 4.
Baxıram 24-cü suala. Deməli 24. Dəyişdirilmiş hissənin sahəsini tapın. Və yaxud da 25-ə baxaq. 24-25 fərqi yoxdur. Baxıram nə? 25-ə baxacam. Dəyişdirilmiş hissənin sahəsini tapın. Burada baxırıq ki, bu nöqtədə bunlar kəsişir. Kəsişmə nöqtəsini tapanda bir-birinə bərabər edirəm. Və yaxud da y-ilə əvəzləmə aparıram. Gətirirəm, x-i yəni y qoyacam. Y üstə gəl 2y bərabərdir 4-ə. 3y bərabərdir 4-ə. Y də bərabərdir 3-də 4-ə. Y 3-də 4-dür, onda x də 3-də 4-dür. 3-də 4-dür. Deməli, bu hissənin kəsişmə nöqtəsinin x-i və y-i 3-də 4-dür. Yəni, belə çəksəm, bir də belə çəksəm. Hər ikisinin hissədir 3-də 4-dür. Çünki bərabər daxil. Deməli, bu O, bura K, bura bir L deyim. O, K, L üç bucağının hündürlüyünü tapdıq. Haşımız oldu bizim 3-də 4. Y məsəl. Deməli, burada hündürlük Y bərabərdir 3-də 4. Hündürlük deyil, Y-ə bərabərdir haşa. 3-də 4 olsa Y də X-ə bərabərdir. Hündürlüyümüz oldu 3-də 4. Deməli, mən nəyi tapmalıyam? OL tapmalıyam. OL tapmaq üçün də OL məsafəsi. OL məsafəsinə baxaq. Bu kəsişmə nöqtəsinin koordinatları nə oldu? X-i də 3-də 4 oldu. Y-i də 3-də 4 oldu. Yəni K nöqtəsi. Onda L nöqtəsi də K-dan keçir deyə gətirib yerinə yaza bilərik əslində. Yazıb X-i tapa bilərik. Heç bu nöqtəni qoymuram. Qoyanda onsa eyni şey alacaq. Bu nöqtə L nöqtəsinin koordinata baxıram. L nöqtəsinin X-i var, y-i 0-dır. Gətirib yerinə qoyuram. X-i var, y-i 0-dır. X üstəgəlsin 2 vur 0 bərabər 4-dür. Buradan adı x4. x4 nə deməkdir? Demək, bu məsafəmiz də 4-dür. Sahəni də tapanda 2-də 1, oturacaq 4, hündürlükdə 3-də 4. Bu deyilir. Deməli, 8 bölü 3. Bəndə eləyəcək. Baxaq 26-27 tipli suala. Deməli, baxıram 26-cı suala. 26-cı sual deyir ki, 12x plus 5y minus 60 bərabər 0 düz xətinin koordinat oxları arasında qalan parçanın orta nöqtəsindən koordinat başlanğıcına qədər məsafəni tapın. Koordinat oxlarla, deməli, birinci yazam. Birinci x-a 0 versəm, yəni y oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün x-a 0 versəm, 5y bərabərdir 60-a, y bərabərdir 12 olur. Y 12. Sonra x oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün y-ə 0 versəm, 12x bərabər olur 60-a, x də bərabər 5-ə. Burada olsun 5 nöqtəsi, x oxunun kəsişmə nöqtəsi. Deməli, düz xəttimiz bu şəkildədir. Buradan da deməli, düz bucaqlı üç bucaqdır, 0 nöqtəsi, düz bucaqlı üç bucaq. Düz bucaqlı üç bucağında orta nöqtəsi arasında məsafədən, yəni orta nöqtəsindən, bura K deyirəm. Koordinat başlanğıcına qədər məsafə. Bu OK düz bucaqlı üç bucağın median olur. Median da pipetonumuzun yarısıdır. Bura 12, bura 5, 12, 5, onda 13 olur. 13-ün də yarısı 6, onda 5. Yəni B variantı. 27-ci suala baxaq. Deməli, baxıram 27-ci suala. 27-ci sual deyir ki, ABCD kvadratında AY bərabərdir BY-yə. Deməli, AY BY bərabərdir. Buradan baxsaq ki, görərik ki, C nöqtəsinin Y-i 4-dür. Bura 4-dürsə, onda, burada 2-dir, burada 2-dir, yuxarıda 2-dir. AY bərabərdir BY-yə. Sonra, baxsaq buradan da bunu çəksək belə bu istiqamətdə. Onda, Y nöqtəsinin, bura 2-dirsə, burada kvadrat yaranır. Belə baxaq, bir saniyə. Deməli, ümumi C-nin buradan bura qədər məsafədə 6-dır. Deməli, buradan bura qədər məsafə 6-dır. Onda AD 4-dürsə, o A'ya da 2 qalır. O A'ya 2 qalır. Deməli, Y nöqtəsinin həm X-i, həm Y-i oldu 2. Y nöqtəsinin həm X-i, həm də Y-i 2 nöqtəsidir. Və bizdən bu nöqtəni istəyir. Düz xəttin Y-in kəsin nöqtə. Bu nöqtənin X-i 0, Y-i var. Bu nöqtəni tapmaq üçün nə edirik? Deməli, bu baxırıq ki, düz xətti. Düz xətt Y bərabərdir KX plus B şəklindədir. Həmin düz xətt həm 0 Y-dən keçir, həm 2 2-dən keçir, həm də 6 4-dən keçir. Birinci 6 4-ü qoyuram. 4 bərabərdir 6K plus B. 2 2-yə qoyuram. 2 bərabərdir 2K plus B. Bunu sistemə alıram, alt alta çıxsam. 2 bərabərdir 4K-ya, K bərabərdir 2-də 1. Deməli, oldu 2-də 1 X plus. İndi B-ni tapıram. K-nı yəni 2-də 1 qoysam birinci tənlikdə. 4 bərabərdir 2-də 1 qoyanda 3 plus B. B bərabərdir 1-ə. Oldu bu şəkildə. Tənliyimiz oldu. Y bərabərdir 2-də 1 X plus 1 şəklində. Bu tənlikdə 0 Y nöqtəsindən keçir. Yəni 0 Y nöqtəsindən keçirsə Y var, X-i 0 deməkdir. Deməli, Y də 1 olur. Deməli, 0, 1 Y bəndi. Baxıram 28-ci suala.
28-ci sualda nə deyilir? Deyilir ki, 28-ci sualda ax plus 5y bərabərdir 41. Ax plus 5y bərabərdir 41. Düz xətti -7 4 nöqtəsindən keçir. A -7 və 4 nöqtəsindən keçir. Bu düz xəttin bucaq əmsalını tapın. Deməli, nə edirəm? Aparıb yerinə y-in yerinə 4, x-in yerinə -7 qoyuram. Deməli, -7a plus 20 bərabərdir 41-ə. Buradan da -7a bərabərdir 21-ə, a bərabərdir -3-ə. A -3-dürsə olur -3x plus 5y bərabərdir 41-ə. Buradan da 5y bərabərdir 3x plus 41-ə. Və buradan da y bərabərdir 5-də 3x plus 41-ə. Deməli, düz xəttin bucaq əmsalı k 5-dirsə, yəni 0.6-ya bərabərdir. Keçirəm 30-cu suala, 30-31-ci sual tipinə baxaq. Deməli, 30-31-də nədir? Deyir, düz xəttin koordinat oxları əmələ gətirdiyi üçbucağın sahəsi 4 olarsa, A vur B-ni tapın. Koordinat oxları əmələ gətirdiyi üçbucağın sahəsindən söhbət gedir. Burada nə deyir bizə 30-cu sual? Deyir, A da mənfidir, B də mənfidir. Və bu düz xəttin koordinat oxları əmələ gətirdiyi üçbucağın sahəsi 4-dür. Buradan tapıram məsəl üçün. Birinci biz deyirik ki, koordinat oxları əmələ gətirdiyi üçbucağını tapmaq üçün, yəni birinci y oxunun nöqtəni tapmaq üçün y oxunun kəsiyi nöqtəni x-a 0 verir. X-a 0 verirsəm qalır by plus 2. Buradan da bərabər 0. Buradan da by tapsam olur -2. Y də bərabərdir -2 bölünsün b. Və bizə deyir ki, b mənfidir. B mənfidirsə, onda -2-ni mənfiyə bölündə bir dənə müsbət ədəd olur. Bu -2 böl b, -2 böl b nöqtəsidir, yəni burada. Bunu düşünməyin ki, -2 böl b-dir. Bu y oxu mənfi istiqamətində deyil. B onsuz da mənfidir. Mənfi ilə mənfi müsbət olacaq deyə müsbət istiqamətindədir. İndi bunu x oxunun kəsiyi nöqtəni tapıram. Onun üçün bu dəfə də y-i 0 eləsəm, ax plus 2 bərabər 0 olur. X bərabərdir -2 böl a olur. Burada da yenə a mənfi olduğuna görə baxın. Bu müsbət olur. Yəni bu nöqtədə -2 böl a. Bizə deyir ki, bu üçbucağın sahəsi 4-dür. Bu üçbucağın sahəsi 4-dür. Bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsini tapanda s bərabərdir katetlər hasilinin, yəni -2 böl b-nin -2 böl a-ya nisbəti böl 2 bərabərdir 4-dür deyir bizdə. Bunu da çarpaz vursam 4 bölünsün ab bərabərdir 8-ə, ab də bərabərdir 0.5-ə. Bu şəkildə. Baxıram 32-ci suala. 32-ci sualda da deyir ki, 32-ci sualda nə deyir? Deyir ki, düz xətlər paraleldir. Nə zaman paraleldir? Düz xətlər paralel olması üçün k-ları bərabər olmalıdır. Yazıram y bərabərdir kx plus 3 kök 2 və y bərabərdir. Tan 30-da kök 3 bölü 3-dür. Bunu vurub açsam, kök 3 bölü 3-ü 5 kök 3-ə vursaq, olacaq 5x çıxılsın 2 kök 6 bölü 3. 2 kök 6 bölü 3. Deməli, paralel olması üçün k1 bərabər olmalıdır k2, yəni k bərabərdir 5-ə. Baxıram 34-cü suala. Deməli, burada nə deyir? Deyir ki, A və B nöqtələri C nöqtəsində simmetrik. Deməli, C nöqtəsi orta nöqtədir. Orta nöqtə olduğuna görə x bərabərdir 2 plus 6 bölü 2, yəni 4. Y bərabərdir -4 minus 6 bölü 2, yəni -5. Deməli, C-nin koordinatı 4, 5-dir. Aha. Yəni, deyir ki, C nöqtəsi bu düz xətt üzərindədir. Bu düz xətt üzərindədirsə, gətirib həmin düz xəttləri C-nin koordinatlarını yerinə yazıram. 2 vur 4, çıxılsın A vur 5, bərabərdir 23-ə. Burada -5A bərabərdir. 23-dən 8 çıxanda 15, A bərabər olur -3-ə. A -3-dür. Deyir ki, düz xətt üzərində olarsa, bu düz xəttə perpendikular düz xəttin bucaq əmsalını tapın. Bu düz xəttə perpendikular düz xəttin. Deməli, bizim onda düz xəttimiz 2x minus A-nın yerinə -3 qoysa, -3y bərabərdir 23-ə. Buradan da 3y bərabərdir 23 çıx 2x-a və y də bərabərdir -2 böl 3x plus 23 böl 3. İndi buna deyir ki, perpendikular düz xəttin bucaq əmsalı. Biz bilirik ki, perpendikular olanda bucaq əmsalların hasili -1-ə bərabərdir. K1-im olsun -3-də 2 vur, K2 bərabərdir -1-ə. Onda K2 ilə bərabər olur 3 böl 2, yəni 1/5-ə. Deməli, bucaq əmsalı olacaq 1/5. 36-cı suala baxıram. Deməli, 36-cı sualda da nə deyir? Deyir ki, C08 nöqtəsində kəsişir. AC BC-yə bərabərdir. AB 12 olursa, ilki düz xəttinin tənliyini yaz. Deməli, AB 12-dir. AC BC-yə bərabərsə, birinci buna üçbucaq kimi baxsaq. AC BC-yə bərabərsə, bərabər yanlış bucaqdır. Bərabər yanlış bucağın çəkilən hündürlükdə yarıya bölür. AB tərəfini 6, 6 olur. Onda B nöqtəsinin x-i olacaq 6, y olacaq 0. Bu da A nöqtəsinin x-i olacaq -6, y olacaq 0. C nöqtəsi də 0, 8-dir. Bizdən də hansının tənliyisi L2. L2-nin tənliyi də L2 düz xəttə keçir C və B nöqtələrindən. Onda L2-miz olacaq L2. Deməli, y bərabərdir kx plus b şəklində. Bir dəfə 6, 0 qoyuram. 6, 0 yazsam, 0 bərabərdir 6k plus b-yə. Bir dəfə də 0, 8 yazsam, 8 bərabərdir k vur 0 plus b-yə. Buradan b 8-dir deyə, birinciləri yerinə qoysam, 6k plus 8 bərabər 0-a, k bərabərdir -4 bölü 3-ə. Deməli, k-nı da tapdıq, b də 8 idi. Buradan. Onda tənliyim olacaq y bərabərdir -3-də 4x plus 8-ə. 36-cı sual. 37, 38. 37-yə baxaq, fərqli sualdır.
37-də deyir ki, ABCD kvadratın tərəflərindən biri y bərabər 400 xətti üzərində, biri isə apsis oxu üzərində A mənfi 1 0 olarsa, deməli A-nın koordinatı mənfi 1 0-dır. Mənfi 1 0-dır. Və bu kvadratdır. Və bu da y bərabər 400 xətti. Bu 4-dür. Burada 4, onda burada 4. Kvadrat olduğuna görə BC də 4-dür, AD də 4-dür. Onda bu hissə 1-dirsə bizdə, çünki A-nın koordinatı bu 0-dan A-ya qədər məsafə 1, onda bu hissə 3 olur. OD hissəsi də 3 olur. OD hissəsi 3-dürsə, bir dənə bu hissəni sileyim. Deməli, A-nın koordinatı mənfi 1 0-dırsa, onda bura qədər məsafə 1-dir, onda bu tərəfə 3 qalır. D-nin koordinatı olacaq onda x-i 3, y-i də olacaq 4. Və bizdən də B-də diagonalını özünü saxlayan düz xətin tənliyi yazın deyir. D-nin koordinatlarını bilirik. B-nin koordinatına baxsaq, B-nin də B-də A ilə eyni, deməli düz B ilə A eyni düz xət üzərindədir. Onda B-nin x-i, A-nın x-i mənfi 1-dirsə, B-nin x-i mənfi 1-dir və y-i də 4. B oldu mənfi 1 4, D oldu 3-dür. Aha. Bunu özünə saxlayan düz xətin tənliyini yazın deyə yazıram. Y bərabərdir kx plus b-yə. Bir dəfə mənfi 1 4-ü qoyuram. Mənfi x, mənfi k plus b. Bir dəfə də 4-ü qoyuram. 3k plus b. Bunlarda alt-alta çıxsam, k bərabər olur 0-a. Bir saniyə, haradasa səhvliyim getdi. Deməli, mənfi 1 4 3-dür. Y bərabərdir kx plus b-ni yazsaq, olacaq ki, 4 bərabərdir mənfi k plus b-yə. Digərdə 4 bərabərdir. Bunu səhv qeyd eləmişəm. Burada deməli bu 0-dır. Çünki D nöqtəsi x oxu üzərində deyə koordinatı 3 0-dır. Deməli D nöqtəsi x oxu üzərində deyə koordinatı 3 0-dır. Aha, buradan da olacaq onda 0 bərabərdir 3k plus b-yə. Bunlar da alt-alta çıxsa, olacaq onda 4 bərabərdir mənfi 4k-ya, k bərabərdir mənfi 1-ə. K mənfi 1-dirsə, k mənfi 1-dirsə, gətir mənfi 1 yerinə qoysam, b də olur 3. Onda y bərabərdir mənfi x plus 3 şəklində olacaq. 38-ə baxıram. 38-də fərqli sualdır. 38-də. 38-də deyir ki, L1 və L2 düz xətlə qarşılıqlı perpendikulyardır. A 3-6 nöqtəsində kəsişlə L2 düz xəttinin tənliyini yazın. Baxıram. L1 düz xətti A keçir 3-6 nöqtəsindən, 3-6 nöqtəsindən və O keçir 0-0 nöqtəsindən. L2 də keçir x-i var, y-i 0 nöqtəsindən. Birinci L1 tənliyini yazaq, çünki L1 L2 perpendikulyardır. Burada K-dan istifadə edəcək. L1-in tənliyini yazsam, L1 y bərabərdir kx plus b. Bir dəfə 0-0-ı qoysam, 0 bərabərdir k vur 0 üstə gəl b. Bir dəfə də 3-6-nı qoysam, 6 bərabərdir 3 vur k plus b-yə. Deməli, birincidə b 0-da gətirib ikincidə yerinə qoysam, kalır 2. Deməli, birinci tənliyimiz oldu y bərabərdir 2x plus 0 şəklində, yəni 2x şəklində. İndi birinci ilə ikinci xətlər bir-birinə perpendikulyardırsa, onda k2-miz vur k1-miz bərabər olmalıdır mənfi 1. k2 vur k1-miz bizim 2-dir. Bərabərdir mənfi 1-ə. Onda k2-miz olacaq mənfi 2-də 1. Deməli, L2-nin tənliyi də olacaq ki, y bərabərdir k2x, yəni mənfi 2-də 1 x plus b şəklində. Və L2 tənliyi də eyni zamanda 3-6 nöqtəsindən keçir, gətirib yerinə yazsam, 6 bərabərdir mənfi 2-də 1 vur 3 plus b-yə. Buradan da b olur ki, deməli 4. Yox, bir saniyə səhv hesabladım. Buradan b olur 2-də 3, 2-də 3 gələndə 15. 15 bölü 2. Və onda tənliyimiz də y bərabərdir k-mız mənfi 2-də 1 x plus b-miz 15 bölü 2. Bu şəkildə. 39, 38, 40 eyni tipli sualdır. Birinə baxıram, 40-a baxacam. Deməli, 40-cı sualdır. Deyir ki, təpə nöqtələrindən biri koordinat başlanğıcının O, A, B, C rombunda B nöqtəsi 8, 4. B nöqtəsi 8 və 4. AC diagonalını özündə saxlayan düz xətin tənliyini yazın. İndi baxaq. AC-ni özünə saxlayan düz xətin tənliyini yazın. O nöqtəsi 0, 0-dır. 0, 0. Sonra C nöqtəsi x-i var, y-i 0-dır. Burada baxaq indi. Biz bilirik ki, bu diagonalların kəsişmə nöqtəsini çəksək işimizdə yarıyarmı? Yarıya bilər. Aha, indi baxaq. Burada iş diagonal orta nöqtəsini istifadə edilir. Romun tərəflər bərabər olduğuna görə OC məsafəsini tapıb CB məsafəsinə bərabər eləyəcək. OC məsafəsi nəyə bərabərdir? Kök atla x kvadratı üstə gəl 0 kvadratı ilə x eləyir. Sonra CB məsafəsi nəyə bərabər? CB də bərabər kök atla 8 çıx x-in kvadratı üstə gəlinsin 4 çıx 0-ın kvadratına. Bunlar bərabər eləsən, bunu da elə kök atla x kvadrat kimi yazaq. Kök atla x kvadratı bərabərdir kök atla 8 çıx x-in kvadratını üstə gəl 16. Hər tərəfdən kök aparsa x kvadrat bərabərdir 8 çıx x-in kvadratı üstə gəl 16. X kvadrat bərabərdir 64 çıx 16 x plus x kvadrat üstə gəl 16-ya. Bunlar da getdi. 16x bərabər 80-ə, x bərabər 5-ə. Deməli, x-imiz 5-dir. X-imiz 5-dirsə, deməli, bu isə 5-dir. X-in 5 olması, yəni O-dan C-yə qədər məsafə 5-dir. Onda O-dan A-ya qədər məsafə də 5-dir. Eyni zamanda. O-dan A-ya qədər məsafə də 5-dir. Və deməli, burada hamısı 5 olur. B-dən C-yə qədər məsafə də 5-dir.
Aha. Və A nöqtəsinə bu hissəni silirəm. Deməli, tərəfin 5 tapandan sonra. İndi A nöqtəsinə baxsaq ki, A və B eyni düzqat üzərindədir. Ona görə bunların y-ləri bərabər olacaq. Yəni, x-lər fərqlidir. Baxın, aşağı çəksə x-lər fərqlidir, amma y-lər eyni gedir. Ona görə hər ikisinin y-i bərabərdir. Onda A-nın x-ın x1 yazaq, y-i də 4-dür. İndi o A məsafəsini 5-ə bərabər eləyib 4-ü tapacağıq. Yəni, x tapacağıq. O A məsafəsi nəyə bərabərdir? Kök atda x çıx 0-ın kvadratı üstə gəl 4 çıx 0-ın kvadratı bərabərdir 5-in kvadratı. Yəni 5, daha doğrusu 5-ə. Buradan da kök aparsa 25 bərabərdir x kvadratı üstə gəl 16-ya. X də bərabərdir 3-ə. X də oldu 3. İndi AC-ni özünə saxlayan düzqətini təyin. Deməli, A-nın koordinatı 3, 4-dür. C-nin koordinatı 5, 0-dır. Bunu təyin yazırıq. Y bərabərdir kx plus b. Bir dəfə 4-ü qoysaq 4 bərabərdir 3k plus b-yə. Bir dəfə 0,5-i qoysaq 0 bərabərdir 5k plus b-yə. Buradan da alt alta çıxsaq, alt alta çıxsaq 4 bərabərdir mənfi 2k-ya, k bərabərdir mənfi 2. K mənfi 2-dirsə, deməli b də olacaq 10. Yerinə qoyanda. B də oldu 10. Aha, B-ni də tapdıq və tənliyimiz y bərabərdir mənfi 2x plus 10 şəklində olacaq. Bu şəkildə. Bunu biləndə rahat yolu var. İndi bu həll qaydası ilə normal yazacağımız həll idi. Bunu bu şəkildə də yaza bilərik. Deməli, şəkil üzərində işləyəcəm. Şəkil üzərində işləyək. Yazıram ki, deməli, B-nin koordinatı 8, 4. 8, 4. C-nin koordinatını, deməli, biz bayaq tapdıq ki, onda A-nın koordinatı x 4-dür. Eynidir. Bu 0, 0-dır. Aha, onda C-nin koordinatı da x1, 0 idi. x1, 0 idi. Biz, deməli, nə elədik? OC-ni bərabər BC-ni buranı 5 tapmışdıq. Deməli, bura 5 idi. Burada 5 idi, burada 5 idi. İndi burada bir dənə, məsəl üçün, A-nın koordinatını necə tapa bilərik? A-dan bir dənə, buradan bir hündürlük çəkirəm aşağıya. Bir hündürlük. Bu hissənin ikisindən bir hündürlük. Birini də buradan çəkirəm. Bu hissəni silirəm. Biz bilirik ki, B-nin koordinatı 8-dir. Yəni, bura qədər məsafə 8-dir. 8-dir. Bura qədər məsafə də 5-dir. Onda bu 3 qalır. Bu 3-dürsə, onda bu hissə burada 3 olacaq. Onda bu ortaya 2 qalır. Deməli 3. Onda A-nın koordinatı olacaq 3. Belə də tapa bilərik çəkməklə. Keçirəm 41-ci suala. 41-ci sualda da deyir ki, bucaq əmsalı mənfi 2 olan el2 düzxətli apsisokunu A. Bucaq əmsalı 2-dir. Deməli, el2 düzxətinin tənliyi yazsaq, olur. Y bərabərdir mənfi 2x plus 5 şəklində. El2 düzxətli apsisokunu A nöqtəsində, oradan da oxunu 0,8 nöqtəsinə kəsir. Burada 0,8. Apsisokunu kəsir x0 nöqtəsində. Kəsir. El2 düzxətli, deməli, el2 düzxətli, koordinat başlanğından keçən el1 düzxətli ilə C nöqtəsində kəsişir. AC bərabərdir BC-yə, AC BC-yə bərabərdir. Onda el1 düzxətinin tənliyi yazın. Deməli, nə eləyərik burada? Birinci nə eləyərik? X-i tapaq, görə A nöqtəsinin kəsdiyi nöqtəni. Onun üçün nə eləyərəm? 0,8 nöqtəsindən keçirsə, x-in yerinə 0, y-in yerinə 8 qoysam, 8 bərabərdir. Mənfi 2 vur, 0 üstə gəl B. Buradan B oldu 8. Deməli, tənliyimiz bu şəkildədir. Mənfi 2x plus 8 şəklində. İndi bu x0 nöqtəsini tapıram. Yəni, x-ini tapıram orada. Y-in yerinə 0 qoyuram. X ilə olduğu kimi qalır, plus 8. Buradan x bərabərdir 4. Deməli, x-imiz oldu 4. A nöqtəsini kəsir, 4, 0 nöqtəsində. Bunu biləndən sonra bu C nöqtəyə baxsaq, C nöqtə el2-nin orta nöqtəsi. Çünki yarıya bölür həm o düz xətti. El2-nin orta. Onda orta nöqtənin koordinatlarına görə 0 ilə 4 toplayıb 2-yə böləcək 2, 8 ilə 0 toplayıb 2-yə böləcək 4. Deməli, C-nin koordinatları oldu 2, 4. Bizə nə istəyir? L1-in tənliyi. L1 hansı nöqtədən keçir? C2, 4-dən. Bir də o 0, 0-dan keçir. Bu iki nöqtədən keçən nüsxənin tənliyi əsası yenə kx plus b yazılır. Bir dəfə 0, 0 qoysam 0 bərabərdir k vur 0 üstə gəl b. Bir dəfə də 4, 2 qoysam 2k plus b. Buradan da k olur 2. K 2-dirsə b də olsa 0-dır. Tənliyimiz olacaq y bərabərdir 2x şəklində. Keçirəm 42 və 43-cü sualla. 42 ilə 43. Baxaq 42-yə. 42 deyir ki, L1 düzxətli, L2 düzxətli qarşılıqlı perpendikulyardır. ABCD kvadratının BD diaqonalını özündə saxlayır. C nöqtəsinin apsisi 4-dür. C-nin apsisi 4-dür, yəni x-i 4-dür, y-i var. Bu şəkildə yazın. Olarsa L2 düzxətinin tənliyini qurun. Deməli, bir də baxıram. C nöqtəsinin apsisi 4-dür. C-nin apsisi 4-dürsə, bura 4, y-i var bu nöqtənin. Buradan bura qədər 4, yəni bu 4-dürsə, o-dan D-yə qədər məsafə 4-dür. Yəni D nöqtəsində koordinatı olacaq, D nöqtəsinin koordinatı olacaq 4, 0. Çünki x 9 üzərində.
Sonra biz bilirik ki, kvadrat olanda bura 45, burada 45'dir. Bura 90'dır. Onda burada 45'dir. Onda biz bilirik ki, FO bərabərdir OD-yə. OD 4-dürsə, onda FO da 4-dür. FO 4-dürsə, düzbucaqlı üçbucağın düzbucaq təpəsini çəkilmiş. Yəni F10 hündürlüyü F10'un kvadratı bərabərdir. YO vurulsun OD-yə. Buradan da 4'ün kvadratı bərabərdir. YO bilmirik. YO yazıram. Elə vur OD-mizə 4. Buradan YO-nu da aldıq ki 4. YO 4-dürsə, deməli burada 4-dürsə, onda Y-nin koordinatı -4 0-dır. Çünki ikinci rübdən -4 0. Və F10'u da 4 aldıqsa, onda F-in koordinatı Y ox üzərindədir. Ya x 0, Y 4-dür. Bizdən də hansı nöqtədən keçən təyin edir? Y F-dən keçən düz xəttdir. Yəni L için təyin edir. Yazıram Y bərabərdir KX plus B-yə. KX plus B-yə. Birinci -4 0 qoyuram. 0 bərabərdir -4K plus B. İkinci dəfədə 0 4 qoyuram. 4 bərabərdir K vur 0 plus B-yə. Bunlar sistemi alıb həll eləsək, buradan çıxır ki, B 4-dür. Yuxarıda gətirib B-yə 4 qoysam, -K plus 4 bərabər 0-a, K bərabərdir 1-ə. Onu tənliyimiz KX plus B-də olacaq ki, X plus 4 şəklində. Və 43-ü də yazım. 43 də burada sahə istəyir. Biraz fərqli sualda. Bunu da yazaq. Deməli, L1 və iki düz xətlər qarşılıqlı perpendikulyar olub, ABCD kvadratı AC diaqonalının üzərində saxlayır. B nöqtəsinin apsisi. Deməli, -6 olarsa. B -6-dırsa, biz bilirik ki, buradan bura qədər məsafə 6-dır. B-nin koordinatı -6 Y-dirsə, onda A-nın koordinatı da -6 0 olsun ki, x ox üzərindədir. Onda A-dan bura O nöqtəsiyim. A-dan o qədər 6-dırsa, A-dan o qədər 6-dır. Bir dənə bunu silək. Burada kvadrat olduğuna görə 45, 45. Bura 90. O bura 90-dırsa, burada 45 olur. Onda bu, buradan bura qədər məsafə 6-dırsa, bu tərəfdə 6 olur. Burada 6 olur. Çünki A, Y, F düzbucaqlı üçbucağın Y düzbucaqlı üçbucaqdır. Y o da həm hündürlük, həm median, həm də tənbələndir. Yəni çünki bərabər yanlı olur burada. Aha, indi buradan da və yaxud da belə yaza bilərik. Düstur əsasən yazaq. 45, burada 45-dirsə, bura 90. Bura 6-dırsa, bura deməli 6. Və bizə deyir ki, onda A, O, Y bərabər yanlı düzbucaqlı üçbucaqdır deyə burada 6-dır. Bura 6-dırsa və biz bilirik ki, yenə deməli, hündürlüyünün kvadratı Y10'un kvadratı bərabərdir AO vurulsun OF-ə. Buradan da Y10'un, yəni 6'nın kvadratı bərabərdir 6 vur OF-ə. OF olur 6. OF-də 6 çıxır. Yaxşı. Bunu da tapandan sonra bizə nə deyir? Deyir ki, SAYF-i tapın. AYF-in də oturacağını bilirik. SAYF nə bərabərdir? Oturacağı 12-dir. A-dan F-ə qədər məsafə 12-dir. Hündürlüyü də 6-dır, bölü 2. Olacaq 36.